Ağciyərlər sadəcə hava girir-çıxır işləyən kisə deyil. Əgər belə düşünsən, bu çox bəsit yanaşmadır. Əslində ağciyər canlı bir laboratoriyadır və çoxu bunu bilmir. Sən nəfəs alanda hava birbaşa qana keçmir. Əvvəlcə burun boşluğunda süzülür, isinir, rütubətlənir. Sonra traxeya ilə aşağı düşür və bronx adlanan minlərlə budağa ayrılır. Bu budaqlar o qədər xırdalaşır ki, axırda alveol deyilən mikroskopik kisəciklərə çatır. İndi əsas möcüzə burada başlayır. İnsan ağciyərində təxminən 300 milyon alveol var. Hamısını açıb yan-yana salsaq, sahəsi bir tennis kortu qədər edər. Bu o deməkdir ki, bədən oksijeni maksimum səthdən almaq üçün xüsusi dizayn olunub, təsadüf deyil. Alveolların divarı kağızdan da nazikdir. O qədər nazikdir ki, oksigenlə karbon qazı bir-birini görmədən yer dəyişir. Oksigen qana keçir, karbon qazı isə əks istiqamətdə çıxır. Maraqlısı budur, ağciyər əzələ deyil, o özü nəfəs almır. Nəfəsi diafraqma adlı əzələ idarə edir. Diafraqma aşağı düşəndə ağciyər genişlənir, hava məcburən içəri dolur. Yuxarı qalxanda isə hava çıxır. Yəni ağciyər passivdir, amma nəticə həyati dərəcədə aktivdir. Çox adamın bilmədiyi başqa bir fakt, ağciyərlər təkcə nəfəs üçün işləmir. Onlar qan təzyiqinin tənzimlənməsində, bəzi hormonların parçalanmasında və immun müdafiədə rol oynayır. Məsələn, qan laxtalanmasını aktivləşdirən bəzi maddələr ilk dəfə ağciyərdə süzgəcdən keçirilir. Daha qəribəsi, ağciyərlər ağrı hiss etmir. Onların üzərində ağrı reseptoru yoxdur. Buna görə ağciyər xərçəngi uzun müddət hiss olunmur. İnsan öskürəndə və ya sinəsi ağrıyanda problem çox vaxt ağciyərin özü yox, onu əhatə edən plevra adlı qişa olur. Və son, amma çox vacib detal. Dərin nəfəs sadəcə rahatladır deyə bir şey deyil. Dərin və yavaş nəfəs vagus sinirini aktivləşdirir, ürək döyüntüsünü yavaşladır, stres hormonlarını azaldır. Yəni nəfəs almaq psixologiyaya birbaşa təsir edir. Bu mif deyil, fiziologiyadır. Qısa desək, ağciyər sadəcə hava dolan orqan deyil. O qanı idarə edir, sinirlərlə danışır, immunitetlə işləyir və səni diri saxlayan ən səssiz mexanizmlərdən biridir. Çox adam bunu bilmir, amma bədəninin səni necə ağıllı şəkildə yaşatdığını anlasaq, nəfəsə daha ciddi yanaşarıq.